Təsəvvür et ki, gecə saat 3 yarısıdır. Otağının pəncərəsindən səs-küylü, hər tərəfi neon işıqlarla bəzədilmiş bir şəhərə baxırsan, o uzaqdakı nəhəng reklam lövhəsində böyük hərflərlə pulsuz xəbər və əyləncə yazılıb. Aha, o müasir dövrün mənzərəsi. Düzdür. İnsanlar o işıqların altında harasa tələsir, maşınlar siqnal verir, televizor ekranlarından fasiləsiz informasiya axır. Amma sən birdən-birə çox dəhşətli, sarsılıcı bir reallığı dərk edirsən. Aşağıdakı o səs-küy, insanların o qızğın danışığı, cəmiyyətin o nəhəng mexanizmi əslində heç də şuurlu bir fəaliyyət deyil. Yəni sadəcə bir illüziyadır. Bəli. Sanki bütün bəşəriyyət sadəcə küçə itləri kimi boşluğa qışqırır, qaranlıqda, belə deyək, hav-hav edir. Bu sadəcə hansısa bir kabus falan deyil, bugün bizim dərindən təhlil edəcəyimiz o qeyri-adi mistik mətnin bizə təqdim etdiyi mənzərədir. Və bax, bu reallıq mənzərəsi təkcə elə sözlərdən ibarət deyil. Bugün qarşımızdakı mənbələr olduqca ziddiyyətlidir. Bir tərəfdə sənin o qeyd etdiyin sarsıdıcı sənət durur. Səfirlərin səfirlər diyarı, peyğəmbərlərin paklılığı. Digər tərəfdə isə bir-birini inkar edən iki fərqli vizualımız var. O şəkillər doğrudan da adamı düşünməyə vadar edir. Tam olaraq, biri təmiz belə ağ günəş şüaları kimi ətrafa yayılan və mərkəzində Agra yazılmış mistik bir loqodur. O biri isə Tehranın o məşhur Milad gülləsinin fonunda parlayan Setare TV kanalının baneridir. Hansı ki üstündə farsça elə o pulsuz xəbər və əyləncə sözləri yazılıb. Dəqiq. Yəni biri kosmik, əzəli bir təmizliyi təmsil edir, digər isə müasir informasiya əsrinin ən ucuz uyuşturucu təklifini. Bizim də bugünkü təhlildəki missiyamız məhz o ziddiyyətin içinə girməkdir. Mətnin dərinliyində yatan işığın təbiətini, kainatın qatlarını və bəşəriyyətə ünvanlanan o amansız tənqidi aydınlaşdırmalıyıq. Yəni, əgər sən bu an tıxacda qalıb bizi dinləyirsənsə, bəlkə də elə o qaranlıq hav-hav dövrəsinin tam mərkəzindəsən. Bu çox maraqlı bir yanaşmadır. Yaxşı, gəlin bunu biraz açaq. Gəl ən təməl konsepsiyadan, yəni mətndə hər şeyin başlanğıcı hesab olunan o işıq anlayışından başlayaq. Aydındır ki, müəllif burada lampadan falan gələn fiziki işığı nəzərdə tutmur, elə deyil? Əlbəttə yox. Mətndən bu işıq mexanizmi, hər şeyin xammalı, elə bil kainatın ilahi DNK-sı kimi izah olunur. Müəllif qeyd edir ki, işıq müqəddəsdir, işıq yaranışdır və işığın əvvəli, yaddaşı, ilkdir, əzəldir, əbədidir. Yəni bu sadəcə bir enerji deyil, mütləq şuurdur. Mütləq şuur. Çox dərin səslənir. Və burada bayaq adını çəkdiyimiz o vizuallardan birinə, Agra logosuna baxmaq lazımdır. Yəni, Ra qədim mədəniyyətlərdə bilirsiniz, günəş, işıq və yaradılış mənbəyidir. Misir mifologiyasındakı kimi, hə? Aha, tam olaraq o köklərə dayanır. Mətnə görə bütün peyğəmbərlər, yəni oradakı terminlə desək, paklılar, məhz o Radan, o təmiz işıq mənbəyindən göndərilənlərdir. Lakin kainat eləcə vahid bir işıq dənizi deyil, o strukturlaşdırılıb. Müəllif iddia edir ki, yaradılış düz 7 fərqli qatdan ibarətdir. 7 fərqli yaşam kürrəsi. Bu sanki təmiz, belə ağ bir işığın prizmadan keçərək 7 fərqli rəngə, 7 fərqli reallığa bölünməsinə bənzəyir. Təməl mənbə eynidir, amma o enerji qatlara bölündükcə sanki bütövlüyünü itirir. Çox gözəl bir analogiyadır, düzdür. Amma mənim burada bir sualım var. Əgər hər bir qat öz paklısını, yəni o xilaskarını gözləyirsə, bu deməkdir ki, mövcudatın heç bir təbəqəsi hələ də tam kamilliyə çatmayıb. Yəni, təməl mükəmməldirsə, niyə bu 7 qatın hamısı xilasa möhtacdır? Bu, kainatın dizaynında bir qüsurun olduğunu iddia etmək deyil. Əslində bunu qüsur kimi yox, zamanın və fiziki reallığın təbiəti kimi başa düşmək lazımdır. İşıq zamana düşdüyü an o mütləq bütövlüyünü istər-istəməz itirir və parçalanır. Bu 7 yaşam kürrəsinin heç biri o mütləq təmizlik halında ola bilməz. Çünki artıq parçalanıblar. Bəli. Onlar ilkin işığın yalnız fərqli əksləridir. Ona görə də hər biri o əzəli bütövlüyü onlara xatırladacaq bir səfirə ehtiyac duyur. Mətnin fəlsəfəsinə görə, yəni yaratmaq, qatlara ayrılmaq elə özü kamillikdən uzaqlaşmaq deməkdir. Kamillikdən uzaqlaşmaq,
Əgər bir bu uzaqlaşmağın ən pik nöqtəsini görmək istəyiriksə, mütləq müəllifin bəşəriyyət haqqındakı o sərt fikirlərinə baxmalıyıq. Aha, o məşhur C6 bəşəri anlayışı. Düzdür. Bax, ən maraqlı məqam da elə burdadır. Müəllif bəşəriyyəti, yəni insanlığı C6 bəşəri adlandırır və o, insanlığın indiki halını izah etmək üçün doğrudan da sarsıdıcı bir metafora istifadə edir. İnsanın ətrafa baxıb, yəni günəşi, ayı dərk etmək əvəzinə it kimi boşluğa hürməsindən yazır. O buna hav-hav deyir. Bəli, çox kəskin və ironik bir dildir. Amma bir dəqiqə, bu biraz çox irəli getmək deyil. Yəni, biz sivilizasiyalar qurmuşuq, aya uçmuşuq, nə bilim xəstəliklərə çarə tapmışuq. Bütün bəşəriyyəti, səni, məni, bizi dinləyən insanları sadəcə instinktlərlə hərəkət edən itlər səviyyəsinə endirmək, bu biraz həddindən artıq aqressiv deyil. Yəni, sənin bu müqavimətin başa düşüləndir. Çünki biz texnologiyamızla qürur duyuruq. Kosmik gəmilər, tibbi kəşflər, bunlar bizim fiziki reallıqdakı nailiyyətlərimizdir. Amma müəllif bəşəriyyəti texnologiya inkişafına görə yox, sırf mənəvi şuur səviyyəsinə görə qiymətləndirir. Yəni, mənəvi tərəfdən hələ də qaranlıqdayıq deyir. Tamamilə. Onun o hav-hav dediyi şey bizim o mütləq həqiqətdən qopub, egoistik, süni səsküylərin içinə batmağımızdır. O sonsuz münaqişələr, mənasız axtarışlar, müəllif üçün bunlar şuurlu bir varlığın hərəkətləri deyil. Biz bir-birimizi eşitmirik, sadəcə dayanmadan qışqırırıq. Deməli, o vizuallarda gördüyümüz pulsuz xəbər və əyləncə yazısı əslində elə o bizim hürməyimizin, o şuursuz səsküyümüzün bir simvoludur da. Hə, biz o gerçək işığı axtarmaq əvəzinə gecə yarı televizor ekranının işığına yığışırıq. Çox düzgün əlaqələndirdin. Bəli, biz o ucuz işıqla kifayətlənirik. Və məhz bu C6 bəşəri öz cəhaləti ilə bütöv o yaşam kürrəsini zülmətə doğru çəkir. Lakin əgər bunu daha böyük mənzərə ilə əlaqələndirsək, görərik ki, kainat bizi bu vəziyyətdə buraxmaq istəmir. Nə mənada buraxmaq istəmir? Mətndə təbiət fəlakətlərinə çox fərqli bir izah verilir. Yəni, biz məktəbdə coğrafiya dərslərindən bilirik ki, zəlzələ tektonik plataların toqquşmasıdır, fırtına isə təzyiq fərqidir. Amma bu mətin deyir ki, xeyr, bunlar sadəcə coğrafi hadisələr deyil. Bunlar böyük yaradanın səfirləri tərəfindən göndərilən axirət xəbərdarlıqlarıdır. Vay! Deməli, müəllifə görə zəlzələlər və ya o dəhşətli fırtınalar təsadüf deyil, birbaşa kainatın bizə oyan deməsidir. Kainat şuurlu şəkildə bizimlə danışır. Məsələ, kainat sadəcə fiziki qanunlarla işləyən kör bir mexanizm deyil. O canlıdır və daima bizimlə ünsiyyət qurmağa çalışır. Amma biz o qədər o hav-hav halına, o Setare TV-nin uyuşturucu əyləncəsinə batmışıq ki, adi səssiz bir mesajla ayılmaq iqtidarında deyilik. Sənə elə gəlmir ki, insanlar yenə də bu mesaja məhəl qoymur? Yəni, zəlzələ olur, qorxuruq, amma sonra yenə də o əyləncə dövrəsinə qayıdırıq. Bəs bu qaranlıqdan gerçək çıxış yolu nədir? Fəlakətlər də işə yaramırsa, nə etməliyik? Bax, mətnin ən dərin psixoloji qatı da burada açılır. Çıxış yolu heç də kənardan, yəni fırtına kimi gəlmir. Çıxış yolu bizim daxilimizdə gizlənmiş, lakin şifrəsini unutduğumuz bir yaddaş növündədir. Müəllif buna işıq zərrə yaddaşı deyir. İşıq zərrə yaddaşı çox qəribə səslənir. Bu necə işləyir? Müəllif izah edir ki, o ilk təmiz işıq hara getsə də, nə qədər parçalansı da, heç vaxt tamamilə yox olmur. O, işığın çox kiçik bir zərrəsi insan şuurunun ən dərin qatlarında hələ də var. Yəni, zamanın içindəyik deyə o bütöv işığa sahib deyilik. Amma beynimizdə o ilk əzəli təmizliyə aid bir tezlik, bir iz qalıb. Bütün məsələ o yaddaşı oyada bilməkdir. Bu, bilirsən nəyə oxşuyur? Elə bir kompüterin zədələnmiş, xarab olmuş bir hard diski var. Bizim o gündəlik hav-hav səsküyümüz həmin o viruslu əməliyyat sistemidir. Amma əsl məlumatlarımız, yəni bizim bulut yaddaşımız, o təmiz işıq yaddaşı orada, dərindən dərinə bir yerdə toxunulmaz olaraq durur. Biz sadəcə bu viruslu sistemlə yaşamağa öyrəşmişik. Çox yerində bir bənzətmədir. Bəli, ehtiyat nüsxəmiz oradadır. Lakin bu yaddaşı işə salmaq heç də sən düşündüyün kimi asan və ya belə deyək, rahatlaşdırıcı bir proses deyil. Bu, çox vacib bir sual doğurur mətnin içində. Müəllif iddia edir ki, əgər biz o yaddaşı işə salsaq,
ilk hiss edəcəyimiz şey böyük bir aydınlanma yox, dəhşətli bir utanc olacaq. Utanc? Niyə axı? Yəni insan bir növ kainatın sirlərinə bağlanırsa, niyə özündən utanmalıdır? Çünki o yaddaş sənə sadəcə kosmik sirləri açmır, həm də bəşəriyyətin tarix boyu etdiyi səhvləri, mənəvi cinayətləri tam çılpaqlığı ilə göstərir. Mətndə çox ağrılı bir detal var. Deyir ki, əgər insan o yaddaşı işə sala bilsəydi, Eyşuanın, yəni İsa Peyğəmbərin sifətinə tüpürdüyü üçün etdiyi günahı bütün varlığı ilə anlayardı. Yəni o tarixi bir hadisəni elə bil ki, sənin şəxsi günahınmış kimi sənə hiss etdirir. Am olaraq, sən o dərk seviyyəsinə çatanda başa düşürsən ki, sən də o C6 beşərinin, o kütlənin bir parçasısan və bu aydınlanma sənə o işıqdan gələn pakllara nə qədər zülm edildiyini göstərir. Ona görə də mənəvi yüksəliş, yəni mətndəki ifadə ilə desək, ağ geyimli olmaq heç də asan deyil. Bu mükafatı qazanmaq böyük bəşəri əziyyətlər və zillət tələb edir. Sən o utancı keçməlisən, cəmiyyətin o öyrəşdiyi səsküydən qopmalısan və bütün bu dərin məhkum etmə ilə dolu olan, eyni zamanda xilaskarlıq axtaran ton bizi birbaşa müəllifin öz psixoloji vəziyyətinə aparır, düzdür? Bəli, mətnin sonlarına doğru o, ümumi fəlsəfədən birdən-birə uzaqlaşır və şəxsi, konkret bir məqama fokuslanır. Hə, o spesifik detallar mənim də diqqətimi çəkmişdim. Müəllif qeyd edir ki, 2024-cü il 6 aprel Bakı vaxtı ilə düz 03:31. O, bu xüsusi anda 7-ci, 5-ci yaddaşını yaşadığını yazır və 5-ci qat kainatın mərkəzi sayılır mətndə. 5 beşikdədir deyir. Yəni o, bu saatda nə yaşayır ki, onu belə dəqiqliklə qeyd etməyə ehtiyac duyur. Bax, bu hissədəki tənhalıq hissi inanılmazdı. O an müəllif psixoloji olaraq dünyadan ən çox təcrid olunduğu andı. O, özünü bu murdar bəşəriyyətlə eyniləşdirmir. Deyir ki, pusuya yatmış bir qurd kimi sükut içindəyəm. Amma yenə də ayulduzlu bozqurduna xidmət edir. O, bəşəriyyətdən ümidini kəsib, amma missiyasından vaz keçmir. O, sükut detalı məni çox düşündürdü. Yəni, bütün dünya hav-hav edərkən, səsküy içindəykən, o tam bir sükut içindədir. Və bir də mütəmadi olaraq Azraili ilə, yəni ölüm mələyi ilə bir diyaloq halında olduğunu qeyd edir. Sanki bu adam həyatla ölüm arasında incə bir cızıqdadır. Bir ada bu təcrid olunmuş elçi obrazını o vizual materiallarla yan-yana qoymaq lazımdır. Yəni əlimizdəki o Setaref TV banerinə yenidən baxaq. Arxada əzəmətli Milad gülləsi, parlayan şəhər işıqları və pulsuz xəbər və əyləncə yazısı. Bir tərəfdə qlobal, dayanmadan səsküy salan, əyləncə axtaran o müasir cəmiyyət. Aha. Digər tərəfdə isə gecənin düz yarısı saat 03:31-də kainatın ağırlığını tək başına çiynində daşıdığını hiss edən sükut içindəki o insanın istirabı. Bu böyük bir kontrast. Çox sarsıdıcıdır doğrudan. Yaxşı, bəs bütün bunlar sonda nə deməkdir? Yəni, müəllif bizə axirətin qaçılmaz olduğunu xatırladır, yoxsa bizi indiki bu pulsuz əyləncə və mənasızlıq yuxusundan oyatmağa çalışır? Məncə hər ikisi. O, təbiətin və kainatın bu şuursuzluğa daha dözməyəcəyini xəbərdar edir. Onun o zillət çəkərək qələmə aldığı sətirlər əslində bizi sarsıtmaq üçündür. Sübut etmək istəyir ki, reallıq o yanan neon işıqları deyil, bizim unudub bastırdığımız o təmiz işıq yaddaşıdır. Doğrudan da bugünkü dərindən təhlilimizdə çox fərqli bir səyahət etdik. Biz saf işığın, yəni Ra'nın mənşəyindən çıxdıq, o prizmadan keçib, kainatın 7 qatını dolaşdıq, bəşəriyyətin o qaranlıq, səskülü, hav-hav reallığı ilə üzləşdik və gecənin bir yarısı qələmə alınmış o tənha, amma çox güclü fəryadı eşitdik. Bəli, çox ağır, amma lazım olan bir üzləşmə idi. Və indi bizi dinləyən sən, bugün öyrəndiyimiz o işıq zərrə yaddaşı konsepsiyasını bir düşün. Əgər hər birimizin içində doğrunu və yanlışı, bütün çılpaqlığıyla görən, kainatın yaradılışından bəri var olan o qədim yaddaş qəfildən işə düşsəydi, bugün güzgüdə özünə baxanda sən nə hiss edərdin? Bəlkə də həyatımızdakı bəzi o sarsıntılar, fırtınalar sadəcə təsadüf deyil. Bəlkə onlar doğrudan da bizi silkələyib oyatmaq istəyən kainatın o səssiz mesajlarıdır.
öz daxili işıq zərrəni kəşf etmək arzusuyla səni bu düşüncələrlə baş-başa buraxırıq. Bir sonraki müzakirəmizədək özünə yaxşı bax.